insan cəhalətə qərq olduqda, qəflətə qərq olduqda unudur, get-gedə. Yəni Allahın kitabını oxumadıqda, elm məclisində iştirak etmədikdə, elm məclisləri olmadıqda, məscidə getmədikdə insan yavaş-yavaş onu cəhalət bürüyür, qəflətə düşür və nəticədə artıq unudur. Baxın Allah Teala Quran-ı Kərimdə Həşr surəsində nə deyir? Diqqət edin ayəyə. وَلَا تَكُونُوا كَالَّذ۪ينَ نَسُوا اللّٰهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ. Allah Teala buyurur ki, siz Allah'ı unudanlar kimi olmayın. Ayənin ardında bilirsiniz Allah Teala nə deyir? فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ. Allah da deyir, bundan dolayı onları özlərinə unutturdu. Allah qorusun. İnsan imanını qoruyan vasitələrdən yapışmadıqda, Allaha ibadət olunan, itaət olunan əməllərə riayət etmədikdə, Quran-ı Kərimi oxuyub əməl etmədikdə, buyurulan əmrləri yerinə yetirmədikdə, qadağalardan çəkinmədikdə, zikr və elm məclislərində iştirak etmədikdə, məscidə getmədikdə, onun mütləqdir ki, imanı zəifləyir. Və nəticə etibarilə insan cəhalətə qərq olanda qəflətdə olur, unudur. Allah Teala da ayədə buyurur. وَلَا تَكُونُوا كَالَّذ۪ينَ نَسُوا اللّٰهِ. Siz o Allah'ı unudan kimsələr kimi olmayın. Baxın, 7 qat səmanın üzərində nazil olan ayədir.